Deməli dostlar, word order in questions. Biz yadınızdadırsa WH questionlardan danışanda, bu sual əvəzlikli sual cümlələrindən danışanda demişdik ki, bu strukturu bilirsinizsə, sıfırdan advanced səviyyəsinə kimi bütün cümlələri qura bilərsiniz. Və bu həqiqətən də belədir. Mən indi sizə yenə biraz advanced strukturlu sual cümlələrini deyəcəm. Görəcəksiniz ki, eyni metoddan, eyni texnikadan istifadə edirik ki, həmin sual cümləsini quraq. Məsələn, necə deyərsiniz ki, bayırda gözləyənin kim olduğunu düşünürsən? Deməli, bəlkə də bəziləriniz düzdür, bəziləriniz səhvdiniz. Gəlin birinci bu cümlənin təsdiq formasına baxaq. Deyirik ki, bayırda gözləyənin kim olduğunu düşünürsən. Bunu təsdiq formada desək, belə deyərik. Bayırda gözləyənin Əhməd olduğunu düşünürsən. Təsdiqdə. You think Əhməd is waiting outside. Yəni, sən düşünürsən ki, Əhməd bayırda gözləyir. İndi gəlin bunu suala çevirək. Do you think Əhməd is waiting outside? Sən düşünürsən ki, Əhməd bayırda gözləyir və biz Əhmədə sual verib onu da ən əvvələ keçirək. Who do you think is waiting outside? Əgər əvvəldə belə tərcümə eləmişdinizsə, deməli düzgün tərcümə eləmişdiniz və gördüyünüz kimi sadəcə birinci yes no question düzəltdik. Ondan sonra isə sual əvəzliyini keçirdik qabağa və advanced formasını hazırladıq. Təkcə advanced yox, digər bütün səviyyələrdə də eyni formada olur. Məsəl üçün, başqa bir cümlə deyək. Müharibənin nə vaxt bitəcəyini inanırsan? Necə tərcümə eləyərsiniz? Tamam. Gəlin bunun birinci təsdiq formasına baxaq. Deyək ki, müharibənin sabah bitəcəyini inanırsan. Təsdiqdə. You believe the war will end tomorrow. İndi gəlin bunu sual verək. Do you believe the war will end tomorrow? İndi tomorrow-nu keçirək sual əvəzliyi kimi qabağa. When do you believe the war will end? Əgər belə tərcümə eləmişdinizsə, düzgün eləmişdiniz. Yəni, ümumiyyətlə, bir sual cümləsi ağlınıza gələndə, ayda görəsən mən bunu düzmü dedim, səhvmi dedim deyə düşünürsünüzsə, təsdiqini düşünün, birinci yes no question düzəldəcəksiniz, ondan sonra sual əvəzliyini keçirəcəksiniz qabağa, 100% həmin cümlə düzgün olmuş olacaq. Belə, çox uzatmağıma yenə ehtiyac yoxdur. Özünüzə yaxşı baxın, növbəti mövzuda görüşərik, hələlik.